Hörmətli tamaşaçılar, efirimiz davam edir. Səhər saatlarında əlbəttə öyrəşmişik. Həm səhər saatlarında, həm də axşam saatlarında tıxacların olmasına və hazırda da elə bağlanacağıq canlı olaraq. Görək yollardakı vəziyyət hazırda necədir? Maraqlıdır, görəsən bir möcüzə baş verəcək, yoxsa yox, hər halda. Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində əməkdaşımız Vüsaldır. Vüsal böyük monitorlarda şəhərin əsas küçə və prospektlərindəki sıxlıq və tıxac haqqında bizə məlumat verəcək. Sabahın xeyir olsun Vüsal, söz səndədir, buyur. Sabahınız xeyir olsun Təranə, sabahınız xeyir Şaiq. Sizi və bizi izləyən tamaşaçılarımızı salamlayırıq. Bəli, biz hazırda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindəyik. Telesəhər komandası olaraq mən səhər saatlarında mütəmadi yollardakı vəziyyətlə bağlı, ən son vəziyyətlə bağlı məhz bizi izləyən tamaşaçılarımıza məlumat götürürük. Elə bugün də burada böyük monitorlar vasitəsilə Mərkəzi Mətbuat katibi Ömər Xıdırov yollardakı ən son vəziyyətlə bağlı bizə birbaşa bağlantıda məlumat verəcək. Bir daha sabahınız xeyir olsun. Buyurun, yollardakı son vəziyyət sizə işdir. Salam, sabahınız xeyirli olsun. Bəzi yollarda nəqliyyat sıxlığı müşahidə edirik. İlk olaraq Əziz Əliyev Azadlıq prospektinin kəsişməsindəki yolla bağlı məlumat verim. Burada göründüyü kimi hər iki istiqamət üzrə avtomobillərin intensiv hərəkətini müşahidə edirik, amma ümumilikdə götürdükdə nəqliyyat sıxlığı müşahidə edilmir. Üzeyir Hacıbəyli küçəsi mərkəz istiqamətində də intensiv hərəkət var. Burada da mərkəz istiqamətində axın olduğu üçün ümumilikdə avtomobillər daha çoxdur və ümumilikdə götürdükdə burada da biz nəqliyyat sıxlığı müşahidə etmirik. Mərkəzi Bankın qarşısında da vəziyyət yaxşıdır. Bakıxanov, Füzuli küçələri istiqamətində avtomobillər normal sürətlə hərəkət edirlər. Yusif Səfərov küçəsinə gəldikdə, Yusif Səfərov küçəsində mərkəz istiqamətində intensiv hərəkət var. Hərəkət sürəti də burada da aşağıdır. Əks istiqamətdə isə Heydər Əliyev prospekti istiqamətdə isə vəziyyət yaxşıdır. Avtomobillərin hərəkət sürəti də normaldır. Digər bir məlumat Azneft dairəsindən bağlıdır. Azneft dairəsində də dairə istiqamətində və Neftçilər prospekti istiqamətində avtomobillərin rahat hərəkətini müşahidə edirik. Tbilisi prospekti keçmiş Nəqliyyat Nazirliyinin qarşısı hər iki istiqamət üzrə intensiv hərəkət var, amma təxminən 10 dəqiqə əvvəllə müqayisə etsək, burada da hərəkət sürəti artıb, ciddi bir sıxlıq müşahidə etmirik. Koroğlu metro stansiyasının yaxınlığı hazırda Heydər Əliyev prospekti, əsas yol və sağ kənar yol mərkəz istiqamətində sıxlıq müşahidə edirik və göründüyü kimi hərəkət sürəti də aşağıdır. Aeroport şosesi istiqamətində isə vəziyyət yaxşıdır. Sokarın binasının qarşısında bütün istiqamətlər üzrə prospektdə avtomobillərin rahat hərəkəti var, sıxlıq yoxdur. Neftçilər prospektinə gəldikdə, Neftçilər prospektində də 8 noyabr prospekti, Yusif Səfərov küçələri istiqamətində intensiv hərəkət müşahidə edirik. Bakıxanov istiqamətində hazırda sıxlıq var, hərəkət sürəti aşağıdır, əks istiqamətdə isə sıxlıq müşahidə edilmir. 8 noyabr prospektinə gəldikdə burada da vəziyyət artıq yaxşılaşıb. Nargilə dairəsindən Süleyman Əhmədov küçəsi ilə kəsişməyə kimi hazırda hərəkət sürəti artır və nisbətən yaranan sıxlıq da aradan qalxır. Əks istiqamətdə Zığ şosesi istiqamətdə də vəziyyət yaxşıdır. Sonuncu məlumatımız Bakı-Sumqayıt şosesi ilə bağlıdır. Bakı-Sumqayıt şosesi hazırda Xırdalan dairəsindən başlayaraq 20 yanvar metro stansiyası və Şamaxınqa deyilən ərazi Moskva prospekti istiqamətində nəqliyyat sıxlığı müşahidə edirik. Əks istiqamətdə isə sıxlıq yoxdur. Ətraflı məlumatınız üçün sizə təşəkkür edirik. Bizim isə çatdıracaqlarımız bundan ibarət idi. Buyurun, söz yenidən sizdədir. Təşəkkür edirik. Əməkdaşımız Vüsal Arifsoy idi, hörmətli tamaşaçılar. Yollardakı vəziyyətlə bizi tanış etdi. Hər halda açıq olan yollar da var idi və sıxlıq müşahidə olunan yollar da.